başlayacak. Bildiğiniz kimi günümüzde piyadalardan ve sürücülerden bu qaydalara əməl etmək tələb olunur. Buna əsasən deyə bilərik ki, uşaqlar, cavanlar, yaşlılar bu qaydaları başa düşür. İşıqfordakı işıqların mənalarını dərk edir. İndi isə keçid alaq 297 nömrəli 4-5 sinif şagirdlərinin hazırladıqları səhnəcikləri. Qırmızı işıq aldı, tez-tez yanıb sönürəm. Məgəndən zaman gələr, olduğun yerdə qalıb. Biraz da göstərəsən, söndüyün anla qədər irəli getməyəsən. Mən sizə işıqlar, gözləmə nişanıyam. İşıq orada yanarkən çox az zaman alıram. Hazırlaşmaq üçün sənə yuvarlanıram. Mən də yaşıl işıqlar, geniş işıq yanıram. Mən yanmışamsa, maşınların, avtomobillərin bir-birinin ötməsi qadağandır. Bu bütün maşınlara aiddir. Mən durma qadağan işarəsiyəm. Bu işarə yalnız durmağa qadağan edir. Dayanma qadağan deyil. Mən yolda siqnal vermək qadağan işarəsiyəm. Yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün sonra qadağan bütün hallarda siqnal vermək qadağandır. Mən stop işarəsiyəm. Mən harda görsəniz, diqqətli olmalısınız. Mən qarşıdan hərəkətin üstünlüyürəm. Qarşıdan gələn nəqliyyat vasitəsində mane yaradacaq sürücü yolun aralı hissəsinə girməməlidir. Bu qadağandır. Mən dairəvi hərəkətlə kəsişmə işarəsiyəm. Dairəvi hərəkət zamanı kəsişmə halları yaşana bilər. Mən olduğum yerlərdə təmin etdiyini məlumat verirəm. Nəqliyyat vasitəsində dayanması və durması qadağandır.
piyada olan, istər də sürücü. Hər biriniz qoyulan qanunlara düzgün əməl etməliyik. Növbəti xəbərlərimizdə görüşərik. Sağ olun, salamat qalın.